Həmçinin orucun fəzilətlərindən qardaşım, faydalarından qiyamət günü sahibi üçün şəfaətçi olacaqdır. Necə hədisdə keçir? Allah Rəsulü buyurur sallallahu aleyhi və səlləm, oruc və Qur'an qiyamət günü bəndəyə şəfaətçi olacaqdır. Oruc deyəcək ki, ey Rəbbim, gündüzləri yemək içməyə ona mane oldum. Yemədi, içmədi. Məni onun üçün şəfaətçi elə. Qur'an da deyəcək ki, gecəni yatmağına mane oldum, yəni qiyamda keçirdi, namaz qıldı, məni onun haqqında şəfaətçi et. Yəni, şəfaətçi olun, ya Rab, bunu qəbul elə. Nə deyir? Allah Rəsulü deyir ki, və onlar, yəni, orucla qiyam şəfaətçi olacaqlar. Demək görürsən, bəzi əməllər şəfaət edəcək sənin üçün qiyamət gün. Sənin Quran oxumağın, sənin gecə namazların qiyamda keçirməyin, oruç tutmağın, bəzi əməllər şəfaətçi olacaq. Ona görə bu əməlləri yerinə yetirmək lazımdır ki, qiyamət günü nicat tapanlardan olaq. Həmçinin faydalarından cənnətdə xüsusi bir qapı vardır ki, o qapıdan yalnız oruç tutanlar daxil olacaqlar. Digərləri daxil ola bilməyəcək o qapıdan. Cənnətin neçə qapısı var? Aysə, o qapılardan birinin adı Rəyyan qapısıdır. Necə hədisdə keçir? Allah Rəsulü buyurur sallallahu aleyhi və səlləm. Cənnətdə bir qapı vardır, adı Rəyyandır. Ondan yalnız qiyamət günü oruç tutanlar daxil olacaqdır. Onlardan savayı heç kəs oradan daxil olmayacaqdır. O gün deyiləcək, hardadır oruç tutanlar? Və qalxacaqlar, o qapıdan daxil olacaqlar. Onlardan başqa heç kəs o qapıdan daxil olan deyil. Və o qapı bağlandıqdan sonra heç kəs o qapıdan içəri girə bilməyəcək. Kimə aiddir? Oruç tutanlara. Kim Ramazan oruç tutmayıbsa o qapıdan girə bilməyəcək. Elə bəndələri var ki, hamısından girəcək. Allah var. Allah bizi onlardan eləsin. Elə qapılar var ki, oradan yalnız ona aid olan o əməl sahibləri, o qapı üçün ayrılmış əməl sahibləri oradan daxil olacaq. Onlardan da biri kimdir? Oruç tutanlar Rayyan qapısından daxil olacaqlar.